Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə dadlı mı dadlı, hər kəsin sevdiyi pankeklər hazırlayıram. Qaba 2 ədəd yumurta, 1 çimdik duz, 2 xörək qaşığı şəkər tozu, 1 stəkan süd əlavə edib qarışdırırıq. Alınan məhlulun üzərinə öncədən ələdiyim 1 stəkan yarım un, 1 bağlama vanil, 1 bağlama qabartma tozu əlavə edib qarışdırırıq. O yerə qədər qarışdırırıq ki, içərisində un topaqları qalmasın. Pankekin xəmiri artıq hazırdır. Xəmir bu qatlıqda olmalıdır. İstinən tavaya bir qədər duru yağ əlavə edib fırça ilə hər tərəfə yayırıq. Tavanın yaxşı isindiyindən əmin olduqdan sonra adi bir xörək qaşığı ilə pankeklərə forma veririk. Əgər yapışmayan tavadırsa bir dəfə yağlasanız kifayət edər. Yox, əgər yapışıb-yapışmayacağından əmin deyilsinizsə, pankeklər tavadan aldıqdan sonra yenə də azca da olsa duru yağdan istifadə edə bilərsiniz. Pankeki hazırlayan zaman əsla uzağı gür etmək olmaz, orta odda bişirməliyik. Pankek bişən zaman üzərində çoxlu qabarcıqlar əmələ gəlməlidir. Əgər sizin hazırlamış olduğunuz pankekin üzərində qabarcıqlar yoxdursa, bu o deməkdir ki, siz ocağı çox gür etmişsiniz. O zaman içərisi çiğ qalacaq, pankeklərin üzəri isə qızaracaq. Bu da sizi aldadacaqdır. Gördüyünüz kimi üzərinə çoxlu qabarcıqlar əmələ gəldi. Həm də pankekin üzəri bir qədər, belə desək, təpidir. Kənarından baxırıq, əgər alt hissdə yetər qədər qızarıbsa, digər üzünü çeviririk. Digər üzünü də bu qayda ilə, yəni çox qızartmağa ehtiyac yoxdur. Bir qədər qızardıqdan sonra tavadan ala bilərik. Digərlərini də eyni qayda ilə bişiririk. Uşaqdan böyüyə hər kəsin sevimlisi olan pankeklər hazırdır. Mən yanında banan, çiyələk və üzərində şokolad sosundan istifadə etdim. Sizlər şokolad sosunun yerinə bal da əlavə edə bilərsiniz. Şəkər pudrası ilə də nuş etmək olar. İndi isə kəsib iç görüntüsünə sizlərlə bölüşmək istəyirəm. Gördüyünüz kimi içərisində çox gözəl şəkildə bişibdir. Sizlər də qeyd etdiyim bəzi püf nöqtələri nəzərə yetirsəniz, belə dadlı, gözəl pankeklər hazırlaya bilərsiniz. Dəyərli izləyicilər, əgər video sizlərə yararlı, faydalı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.